Məşhur Lucy və ya Limitless filmlərinə baxmısınız. Orada iddia olunur ki, insan beyninin cəmi 10%-ni istifadə edə bilir. Yəni, yerdə qalan 90%-ni aktivləşdirə bilsək, o zaman insan super insana çevrilər və zamanı dayandıra bilərik. İnsan beyniyle ilgili bütün araştırmalarınızı okudum. Buluşmamız gerek. Bütün araştırmalarımı mı? Çok etkilendim genç bayan ama buna inanmak çok zor. Yazdıklarımın sayısı en az... 6734 sayfa. İsterseniz hepsini ezbere söyleyebilirim. Yüksek miktarda sentetik CPH4'e maruz kaldım. Bu beynimin %100'ünü kullanmamı sağlayacak. Metabolizmanı kontrol edebiliyor musun? Evet. Ve başkalarının vücudunu da kontrol edebilirim. Manyetik ve elektrik dalgalarını da kontrol ediyorum. Televizyon. Telefon. Radyo. Bu müthiş. Bəs biologiya bu haqda nə deyir? Gəlin sizə bir sir açım. Əslində bu filmlərin hamısı sizə böyük bir yalan danışır. Hazırsınızsa Biologiya Həyatdır kanalında böyük bir elmi mifi birlikdə dağıdaq. Gəlin reallıqdan danışaq. Müasir nevrologiya və müasir cihazlar sübut edir ki, insan beyni hətta yatarkən belə 100%-ni istifadə edə bilir. Yəni beynimizdə boş-boş oturan, öz vaxtını gözləyən gizli bir hüceyrələr yoxdur. Məsələn, siz bu videoya baxarkən belə, arxa hissə bu videonu analiz edir. Yan hissə mənim səsimi anlamağa çalışır. Ön hissə isə təbii ki də bu videonu anlamağa çalışır. Hətta fərqində olmadan nəfəs almağınız, ürək döyüntünüz də beynin alt strukturları vasitəsilə idarə olunur. Yaxşı, bəs sual yarana bilər. Biz beynimizin hər bir hissəsini, hər bir nöqtəsini eyni anda aktivləşdirsək, nə olar? Bax, əsl maraqlı hissəsi budur. Tibbi və bioloji olaraq bütün neyronların eyni anda nəzarətçi şəkildə aktivləşdirilməsi super güc yox, əksinə böyük bir epileptik tutma, yəni qıcolma yarada bilər. Hətta insan şuurunu itirər, bütün bədəni idarə olunmaz hala gələ bilər. Üstəlik beyin bədənimizin 2%-ni təşkil eləsəydi, o zaman 20%-ni itirə bilərdi və bununla da beynimizin bütün enerji resurslarını xərcləyə bilərdi. Məsələni daha yaxşı anlamaq üçün bir pianino təsəvvür edin. Bu pianinonun bütün dillərinin olması şərtdir. Amma hər birini eyni anda çalsaq, o zaman qulaq bətirici bir səs-küy eşidəcəksiniz. Lakin onu lazımi anda, lazımi qədər çalsanız, o zaman qəşəng bir simfoniya əldə edəcəksiniz. Eynilə də insan həyatı, insanın beyni belədir. Yəni dostlar, yeni bir süper güc əldə etmək üçün beynimizin 90%-ə ehtiyacı yoxdur. Sadəcə yeni bir şeylər öyrənərək, yeni bir şeylər əldə edərək, təbii ki, beynimizi daha da yaxşı inkişaf elətdirə bilərik. Elə bu an videolarıma like atıb, kanalıma abunə olsanız, yeni bir neyron əlaqələri əldə eləmiş olacaqsınız. Siz beyninizin 100%-ni istifadə edə bilsəydiniz, hansı gücə sahib olmaq istəyərdiniz? Şərhlərdə yazın, müzakirə eləyək. Kanala da abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.